Mən Rüfət Əliyev, A Audit and Consulting MMC-nin direktor auditoru, vergi və mühasibatlıq zirvəsinin birinci panelində, maliyyə risklər və uçot panelində spiker olaraq çıxış elədim. Öncəliklə təşkilatçılara təşəkkürümü bildirirəm və təbii ki, zirvədə iştirak edən, bu çətin hava şəraitini nəzərə alaraq gəlməklərini də nəzərə alsaq, hər birinə minnətdaram, təşəkkür edirəm. Mənim üçün ilk zirvə idi, yəni bundan öncə 2 zirvədə nə iştirakçı olaraq, nə də spiker olaraq iştirak eləməmişdim. İlk dəfə iştirak edirdim və çox maraqlıdır. Düşünürəm, iştirakçılar və yaxud da təşkilatçılar özləri qiymətləndirə panellə bağlı bizim çıxışlarımızı. Amma ümumilikdə mühit olaraq, bir iş mühitindəki həmkarların, əzizlərin, bir-birimizi tanıdığımız yoldaşların iştirak eləməyi çox maraqlı idi. Və düşünürəm ki, hazırda hətta mən bu müsahibəni verərkən ikinci panelimiz davam edir və nəzərə alanda ikinci paneldəki mövzu müzakirələrində düşünürəm ki, bu zirvə davamlı olaraq yaşamalıdır. Davamlı olaraq təşkilatçılardan hətta rica edərdik ki, bu zirvəni hər il keçirsinlər. Bu və ya digər formada bizim maliyyə, mühasibat, vergi camiası üçün faydalı bir işdir. Bir daha təşəkkür edirəm, var olsunlar təşkilatçılara.